Herkese salam, vloguma xoş gəldiniz. Bu vlogumda gözəl balaların anası haqqında danışmaq istəyirəm. Bilirsiniz, bu əvvəlki vloglarımdan da baxsaz bilərsiniz, biz bu gözəl balaların hər birini gözəl ailələrə sahibləndirmişik. Hər biri çox gözəl isti yuvaya sahib oldular, çox şükür. Şəkilləri, videoları hər biri qaydası ilə atılır və əlaqəmiz var. Hamısının çox gözəl də ailələri var. Amma ana balalardan sonra nətər oldu, necə yaşayır, bu haqda qısa bir vlog paylaşmaq istəyirəm, danışmaq istəyirəm sizə. Gözəl balalar təbii ki, süddən kəsildilər. Artıq 3 aylıq idi, 4-ə keçmişdilər. Gördüyünüz kimi belə fədakar bir anadır. Yəni çox da gözəl böyütdü balalarını. Təbii ki də Eltim də, mən də ona çox gözəl qayğı göstərdik. Balalarını böyütməkdə köməklik etdik, südü çox olsun deyə. Və belə balalar böyüdü, artıq 3 aylıq idilər, 4-ün içində. Süddən artıq kəsilmişdilər, analarını incidirdilər, əlavə yeməyə keçmişdilər. Çox da gözəl, sağlam böyüdülər, heç bir xəstəlikləri olmadı. Bunun tərbiyələrini də anası vermişdi təbii ki də. Artıq bunları sahibləndirmək vaxtı idi. Təbii ki, bunları istəyən çox oldu. Biz göz yumulu heç vaxt bir şey sahibləndirmədik, ətraflı danışdıq. Onlara daha gözəl ailələr tapmağa çalışdıq. Çox şükür Allahın köməkliyi ilə onlara gözəl bir yuvaya sahibləndirdik. Gözəl də yuvalar oldu. Çox razıyam. Hər birinin sağ olsunlar, gözəl baxırlar. Burada gördüyünüz kimi bu ən oynağan bala bu idi. Ən sonunda da bu getdi. Burada getməmişdən bir gün əvvəl çəkilmişdi bu video. Çoxlu oynadılar bir-birlərindən. Bəlkə içinizdə məni qınayan olar, amma mənim bilirsiniz, yəni pişiklərim də var. Baxmaq çətinli bir şey, məsuliyyəti bilirsiniz, bir şey saxlamaq asan deyil. Ona görə heç bir vlogumu səslə paylaşmamışdım. İlk səsli vlogumdur mənim. Aydın başa salmaq üçün səsli danışmağa qərar verdim. Mənim pişiklərim həyətdə böyüyüb, yəni evimizə köçən bir gündən biz həyətimizdə saxlamışıq. Yay fəslində sahiblənmişik pişiklərimizi. Onlar həyətimizdə böyüyüblər. Artıq onlar həm evin içində, həm həyətdə gözəl oynayırlar, ona alışıblar. Sərbəst gəzirlər, oynayırlar, günəşlənirlər, istədiklərini edirlər. Yəni heç biri də itməyib, çox şükür ki, sağlam, vaxtında dərmanlar falan verilir. Qurd dərmanı, it dərmanı, bu yayda çimizdirmişdik. Son dəfə amma qışda çimizdirməmişəm, qorxuram. Gözəl bədələrin də mamasını videonun sonunda paylaşaram. İndi bəlkə də qınadınız, bəlkə içinizdə məni qınayanlar oldu. Amma bilirsiniz də indi pişik saxlamaq çox çətindir. Hər birinin yəni vaxtında iynəsi, vaxtında dərmanı. Vloglarımdan izləyə bilərsiniz. Yəni pişiklərimin iynəsini, dərmanını nə lazımdır özüm evdən həkimdən öyrənmişdim. Həkim öyrətmişdi mənə iynə vurmağı. Burada da bu gözəl balaların anası var. Demişdim sizə, videonun sonunda baxarsınız. O bunun indiki halıdır. 1-2 gün əvvəl çəkmişdim bu videonu. Dedim sizə də göstərim, kökəlib gördüyünüz kimi. Amma elə də yaşlı pişik deyil, çünki bəbəliyi yanında keçməyib, bilmirəm ki, bu pişik neçə yaşı olar, bəlkə 1 yaşı ancaq olar. Onun özü də bir bəbədir, onun özü də sevələnir, oynayır. Dorindən həmişə oynayır, dalaşır. Amma çox tez ana olub. Amma onun yenə də balalamasını istəmirəm, çünki özü hələ bəbədir, onun da oynamağa, sevgiyə ehtiyacı var, amma əlimdən də heç bir şey gəlmir. Pişiklər tez-tez balalayan heyvanlardır. Hələ ki, heç bir hamiləlik falan yoxdur məncə. Çünki sadəcə kökəlib burada. Sadəcə oynayır, sevgi verirəm, çalışan qədər onu gözəl bəsləyirəm. Onun da iynəsini, qurd dərmanı vermişəm. Amma yəni o da əziyyət çəkir. Qısırlaşdırmaq, qorxuram qısırlaşdırmağa. Yəni həm günahından, həm də əməliyyat sonrası çətin olur. Ona görə qorxuram, ölə də bilərlər. Amma gördüyünüz kimi çox mehriban bir pişikdir. Yəni istəmərəm ki, o bir də əziyyət çəksin, balalasın. Çünki çox əziyyət çəkir. Ovlanmağa gedir, gah boş qaydırdı, gah dolu qaydırdı. Amma ağzında həmişə bir ov gətirirdi balasını. Çox da gözəl böyütdü. İndi bax belə həyatına davam edir.
Çox mehribandır, çox oynağandır, amma çox qorxaqdır da. Bəlkə də balaca vaxtı çox incidib. Burada onunla oynamağa çalışıram. Burada da mırlamasından, səsindən bəlli olur ki, o bizə güvənir. Balaları çox gözəl yerə getdi. Çox şükür özü də yaxşıdır. Gördüyünüz kimi ona gözəl sevgi verirəm, onu oynadıram. Çalışdığım qədər vaxtımı ayırıram pişiklərimə. Mən pişiklərimi çox sevirəm. Özümü bildim biləli pişik saxlamışam. Çox şükür istədim sizə belə qısa bir vlog çəkim. İnşallah bəyənərsiniz. Bəyəndisə bəyənməyi unutmayın. Abunə olub dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın.